Salamlayıram bütün izleyicileri. Yıl çərşənbənizi təbrik edirəm. Amma bugün Babiyə biraz gözləyib şirniyyatları götürməyə gedəndə bir xanım yaxınlaşdı ki, Babi dırnaqlarım nə gözəldir. Dırnaqlarım da qopdu. Elə əlimi arıda sanışdı. Amma buna baxmayaraq Novruz ovqatında sizləri təbrik edir, can sağlığı arzu edirəm. Mən sevirəm Novruz bayramında, yeni ildə qohum əqraba biz çox nəslimiz böyükdür. Ona görə də özümüz də çox uşaq. Ona görə qudalar, bacılarım, qaynana, qaynata, qohum, əqraba, uşaqlar hamı gəlir. Amma hal-hazırda video çəkərkən bacım qızım mənə bir papaq gətirib ki, bizə papaq atıblar. Artıq yeni 3-cü çərşənbədə yeni ilk papaq bizə atıldı. Keçən çərşənbədə atmışlar. Mən də Babi həmişə xoşlayıram ki, uşaqları sevindirim. Gözəl şəkər bura, baklava, badam bura. Hayır ki tort batar, yoxsa tortdan da kəsib qoyardım. Uşaqlar qoy sevinsin deyə. Bayramınız mübarək mənim əzizlərim. Papaqlarınızı gözləyəcəyəm.